Çəksən. Dəyərli izləyicilər, hardan başladığımı bilmirəm. Deyin niyə? Çoxdandır sizə belə əlim yandı da ev çəkib ortaya çıxarda bilmirdik. Bax, əsl əlim yandı ev. O qışqırırlar, ay əlim yandı, o deyil. Əlim yandı ev budur. 37 minə, 2 sotun içində qazı, işığı, yaşayışı, kombisi, hər şey. 2 yataq otağı, mətbəxi. Dəyərli izləyicilər, evin bir balaca kosmetik işlərə ehtiyacı var. Gördüyünüz kimi qan əla evdir. 2 sotun içində. Çölü də göstərərik. Əvvəlcə içəri ilə sizi tanış edeyim. Hardan başlayayım? Ha, bu qonaq otağıdır. Gəl, yataq otaqlarını çəkək, mətbəxi çəkək. Sən bir dənə bax. Otağın ölçüsünə bax. 5'in 4'ədir, 4'ün 5'ədir. Bax, belə. Eyni şeydir. 5'in 4'ə, 4'ün 5'ə eyni. Eyni şeydir. Hə. Mətbəxidir. Dəyərli izləyicilər, mətbəx mebeli yoxdur, düzdür. Ailə biraz kasıb olduğu üçün, yəni əlindən gələni eləyiblər də, özləri üçün, yaşamaqları üçün şərait yaradıblar. Bu qonaq otaq, stop ver, qonaq. Gəl. Bu da ikinci yataq otağı, dəyərli izləyicilər. Gördüyünüz, bu böyük yataq otağıdır. Bu ikinci yataq otağıdır. Keçək, Sanzer Santer bu uşaq həyəti də göstərək. Geniş bir həyət var, paket kırışa. Kombi işləş kombisi var, kombi xətti, kombi sistemi hamısı hazırdır. Gəl Sanzer Santer bu uşaqda hamam tualetlər çək. Gəl həyəti də. Geçen həyəti də var. Geniş bir həyət. Gördüyünüz kimi. Evin bax, hər bir tərəfinə gəzmək üçün yeri də var. Ev heç bir tərəfdən zabor üstə deyil. Kombi xana da oradadır. İşləş kombisi də var. Paket kırışı. Gəl bir dənə qıraqdan evi də çək. Gəl bir dənə evi də çək. Ev də birbaşa küçəyədir. Hər tərəfdən də boşadaşdan tikilib tam şəxsi özünə. Allah alana da satana da xeyir versin. Gəlin.